Dostlar salam. Bugün sizə çiyin üçün 3 hərəkət göstərmək istəyirəm. Bildiyiniz kimi çiyin 3 əzələsi var. Qabaq delta, orta delta, bir də arxa çiyin. Bir də ki, məsləhət ki, çiyin ümumiyyətlə hər məşqdən öncə bir 5-10 dəqiqə qızışmaq mütləqdir. Çiyin məşqində isə buna tam olaraq diqqət verin. Çünki çiyin əgər düzgün qızışmamış məşqə başlasaz, zədə almaq ehtimalı daha çoxdur. İkinci hərəkətimiz mah adlanır. Üçüncü hərəkətimiz crossoverlədir. Trosla. Bugün sizinlə çiyin üçün 3 hərəkət bölüşdük. Məsləhətdir, məşqlərinizdə yoxlayasınız. Fikirlərinizi bizimlə bölüşəsiniz. Sağ olun, Allah'a emanet olun.